Salam arvadınız xeyir olsun. Biz bugün Güvən Nəşriyyatının 9-cu siniflər üçün təşkil edildiyi sınaq 2-nin izahına baxacağıq. Sınağa keçmədən öncə siz də bizim dərslərə qoşulmaq istəyirsinizsə 051 919 57 39 nömrəsini yazaraq dərslərimizə qoşula bilərsiniz. Gəlin indi isə sınağa başlayaq. 61-ci suala baxaq. Yer kürəsində çəkilə bilən ən uzun çevrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Gəlin müəyyən eləyək. Uzunluğu 4076 kilometrdir. Bəli, doğrudur. Qarşıda da doğru verib. Düzgün variantımız elə bu olacaq. Sonra baxaq, bütün meridianlarla kəsişir. Doğrudur, amma qarşısında yanlış verir. B variantı yanlış olacaq. Şərq qərb yarımkürələr sərhədini təşkil edir. Bu ümumiyyətlə səhvdir. Qarşıda doğru verib. Yəni şərq və qərb yarımkürələrinin sərhədini Greenwich meridianı və 180 meridian təşkil edir. Ona görə C bəndi yanlışdır. Bir dərəcəlik qövsün uzunluğu 111,4 kilometrdir. Bəli, bu doğrudur. Qarşısına yanlış yazıb. Ona görə D də səhvdir. Yeri şimal və cənub yarımkürəsində ayırır. Doğru olmalı, qarşısına yanlış yazıb. Ona görə düzgün cavabımız A bəndidir. 62-ci test tapşırığına baxaq. Bizdə miqyası 1/200 min olan xəritədə AB məntəqələri arasındakı məsafə 5 cm olarsa həqiqi məsafəni hesablayın. Biz bir həqiqi məsafəni tapan zaman həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Bizdə xəritədəki məsafə neçədir? 5 cm-dir. Bəs miqyasımız nə qədərdir? Gəl miqyası, ədədi miqyası çevirək. Ədədi miqyası çevirən zaman 2 cür üsuldan istifadə edə bilərik. Ya arxasına 5 0 silməklə, ya da 100 minə bölməklə. Gəlin ən sadəsini eləyək. Arxasına 5 0 silək. Sildiyimiz zaman 2 qalır. Bu olacaq 2. Və görürük ki, xəritədəki məsafə 5 cm, miqyasımız 2-dir. 5 vərək 2 eləyəcək 10 km. Düzgün cavabımız D bəndi. Sonra 60-cı test tapşırığına baxaq. A materiki Greenwich meridianı və ekvator xəttinin hər ikisi ilə kəsişən yeganə materikdir. Bu materikin bütün yarımkürələrdə yerləşir. A materikinə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Söhbət burada Afrika materikindən gedəcək. Yəni yeganə materikdir ki, həm Greenwich meridianı, həm də ekvator xətti ilə kəsişir. Baxaq. Sahəsinə görə böyük materikdir, yanlışdır. Sahəsinə görə böyük materik Avrasiyadır. Sonra yeni dünyaya aiddir, xeyr, köhnə dünyaya aiddir, 2 də səhvdir. Şimal və cənub tropik xəttlərlə kəsişir, bəli, bu doğrudur, 3 doğrudur. Ekvator təqribən 2 bərabər hissəyə bölür. Bu da doğru olmalıdır, yanlış da verib, ona görə səhvdir, 4-ə çıxırıq. Sahili 4 okean suları yanlış da verib, bu da yanlışdır, 5-i götürürük. Xristofor Kolumb tərəfindən kəşf olunmuşdur, bəli, kəşf olunmamışdır, yanlışdır. Ona görə cavabımız burada olacaq 3, 5, 6 C bəndi. Daha sonra 64-cü test tapşırığına baxaq. Sxema əsasən daxil və xarici horizontal arasındakı hündürlük fərqi 120 metrdir. A nöqtəsi mütləq hündürlüyünü tapın. Baxın, bura ilə bura arasındakı hündürlük fərqi 120-dir. Biz tapmaq üçün 120-dirsə, baxın, horizontal arasındakı sayı baxaq. 1, 2, 3, 3. 120 bölünsün 3. Bizdə də kəsmə yüksəkliyi neçə? 40 metr. Və görürük ki, təpədə, yəni kənara doğru azalır, yuxarı doğru isə artır. Yəni B şəkillərdən göründüyü kimi. Ona da baxın, bura 4 isə bura 440 olacaq. 440, A məntəqəsi olacaq 480. Düzgün cavab Y bəndi. Daha sonra 40 dərəcəli şimal enliyi hansı materiklər kəsişir? Baxın, Şimal Amerikanı kəsir, bir də Avrasiyanı kəsir. Gəl variantlarda baxaq. Baxın, A bəndində Şimal Amerika verib, amma Afrika, Avrasiya yoxdur, ona görə A bəndi səhvdir. Yəni Şimal Afrika ilə kəsişmir. Daha sonra Avstraliya ümumiyyətlə cənub yarımkürəsində yerləşir. Ona görə B bəndi səhvdir. Antarktida cənub yarımkürəsində yerləşir. Ona görə C-də səhvdir. Şimal Amerika və Avrasiya, baxın, düzgün cavabımız budur. 40 dərəcəli şimal enliyi həm Şimal Amerikanı, həm də Avrasiya ilə kəsişir. Cənub Amerika ilə kəsişmir. Y bəndi səhvdir. Düzgün cavabımız burada D bəndi. Daha sonra 51 dərəcəli şimal enliyindəki London şəhərinin coğrafi koordinatları və 40 dərəcə şimal enliyi və 0 dərəcə uzunluqda olan Valensiya şəhəri hansı istiqamətdə yerləşir? Baxın, bu olsun ekvator xətti. Bu olsun Valensiya, 40 dərəcə şimal enliyi. Daha sonra bu olsun bizdə London. Eyni uzunluqda yerləşdirilərsə 0 dərəcə. Bura baxın, London olsun, bura olsun Venesiya. Bax, hansı istiqamətdə yerləşəcək? Görürük ki, şimal istiqamətdə yerləşir. Baxın, şimalda yerləşir.
düzgün cavabımız olacaq D bəndi şimal. Leif Eriksona aid fikirləri Leif Eriksona aiddir. Avstraliya materikini kəşf eləmişdi. Bu yanlışdır. Avstraliya materikini Yansov Abeltasman, həmçinin James Cook tərəfindən kəşf olunmuşdu. Cənub coğrafi qütbünü fəth etmişdi. Coğrafi qütbü demişdik ki, Stock və Roald Amundsen tərəfindən kəşf olunmuşdu. Ona görə B bəndi səhvdir. Şimal Amerikanın şimal-şərq hissələrindən səfərlər etmişdi. Bəli, bu doğrudur. Düzgün cavabımız burada C bəndi. İlk dəfə dünya səyahət etmişdir. İlk dəfə dünya səyahətini Fernand Magellan etmişdi. Ona görə D bəndi səhvdir. 3 dəfə Azərbaycanda olmuşdu. Bu da yanlış fikirdir. Düzgün cavabımız C bəndi. 68-ə baxın. L-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Kontrollu şərtli işarələr və xətti şərtli işarələr verib. Obyektin sahəsini təyin etmək olur. Əslində burada olur olmalıdır. Çapda yəqin ki, səhv gedib. Bu olacaq kontrollu şərtli işarələrə A getdi. Yəni bizdə hər ikisi istəyir. Xəttli işarələrdə sahəni təyin etmək mümkün olmur. Plan tərtibində istifadə olunur. Gəlin bunu biz saxlayaq. Daha sonra yalnız obyektlər uzunluqları təyin etmək olur. Bu yalnız xəttli işarələrə aiddir. Ona görə C-də gedir. Yalnız xəritənin tərtibində istifadə olunur. Xeyr, yanlışdır. Biz həmçinin planda da istifadə edə bilirik. Həmçinin xəritədə də istifadə edirik. Burada yanlış sözü pozur. Ona görə də bəndi səhvdir. Meşə və kolluqlara aiddir. Meşə və kolluqlar kontrollu şərtli işarələrdir. Ona görə Y bəndi səhvdir. Hər ikisinə uyğun olan B bəndi planın tərtibində istifadə olunur. Düzgün cavab burada B bəndi. Sonra baxaq 69. Vasco da Gama xəritə sxemində verilmiş materiklər hansının dolanı Avropadan Hindistana dəniz yolunu açmışdır. Biz bilirik ki, Vasco da Gama Afrikanı dolanaraq Hindistan dəniz yolunu kəşf edilmişdir. Xəritədə Afrika 4 rəqəmli işarə olunub. Düzgün cavab D bəndi. Daha sonra baxaq. Miqyası 1/200.000 olan xəritədə sahəsi 2 sm kvadrat olan ərazinin həqiqi sahəsini hesablayın. Biz həqiqi sahə tapan zaman həqiqi sahə bərabərdir xəritədəki sahə vurulsun miqyasın kvadratı. Baxın, biz yenə ədədi miqyasa çevirən zaman arxasına 5 0 silirdik. Olacaq nə 2. Gətirib yerinə qoyaq. 2-ni yerinə qoyduq. Daha sonra 2 cm burada yazıb. 2 cm kvadratı yazıb. Biz demişdik ki, miqyası kvadratı yüksəltəcək. Yəni 4-də 2-nin kvadratı 4-dür. Yəni 4 vura 2 eləyəcək 8 kvadrat kilometr. Düzgün cavabımız burada C bəndi. Sonra 71-ə baxaq. Müşahidəçi 180 dərəcəli azimutla, yəni 7 km cənuba gedib. Yəni cənuba gedir. Baxın. Müşahidəçi buradadır. 180 dərəcə cənuba gedir. Daha sonra o 7 km qərbə gedir. Baxın, qərbə getdi. Baxın, bu da qərbdir. Müşahidəçi, gəlin daha səriyyəl çəkək. Baxın, birinci cənuba getdi. Daha sonra isə qərbə getdi. Hansı istiqamətə əvvəl başlanğıc məntəqəsinin ən qısa yolu hansı azimutla qayıtmalıdır? Baxın, fikir verirsiniz, bu azimutla qayıtmalıdır. Bu azimutumuz da hansıdır? Gəlin azimutumuzu çəkək. Görürük ki, şimal-şərqdir. Hansı olacaq burada? 45 dərəcəli şimal-şərq. Daha sonra baxaq, digər çalışmaya baxaq. Hansı kartografik təsvirdə miqyas daha böyük olar? Miqyası böyük olan ərazilər daha çox kiçik xəritə yaxud da planda kiçik ərazilər tərtibi nəzərdə tutulur. Ona görə də biz ən kiçik ərazini götürəcəyik. Şəkil Zaqatala iqtisadi rayonun ekoloji xəritəsi böyükdür. Ona görə çıxırıq. A-nı çıxırıq. Sonra Afrikanın materikin siyasi xəritəsi bu da böyükdür çıxdı. Türkiyə Respublikası iqlim xəritəsi böyükdür çıxdı. Lənkəran Astara iqtisadi rayonunun topoqrafi xəritəsi bu da böyükdür çıxdı. Lakin Kəlbəcər şəhərinin baş planı yəni kiçikdir də, yəni kiçik ərazi olduğuna görə bu əraziləri daha müsəffəl təsvir etmək mümkündür. Ona görə düzgün cavabımız Y bəndi olacaq. Yəni fikir verirsinizsə, burada hamısında xəritə verib, bunda plan verib. Ona görə də düzgün cavab Y bəndi olacaq. Yəni miqyas böyük olanda ərazinin yəni kiçilmə dərəcəsi generasiyası necə deyil, az olur. Məsəl üçün bir ərazi məsələn 2 dəfə kiçildirsə, bir dəfə kiçilir və yaxud da biz böyük ərazini kiçik ərazilərdə təsvir etmək istəyirsə, o zaman daha kiçiltmə işləri aparacaq. Yəni belə fikirləşin. Daha sonra baxaq 73-cü test tapşırığına baxaq. Hansı miqyaslı xəritədə təsvirlər daha müsəvvəl olar? Biz dedik ki, böyük miqyaslı, yəni
rəqəmi ən kiçik rəqəmli ədəd, yəni daha müsəvvəl olar. Yəni o qədər də kiçilir xəritədə. Ona görə də biz ən kiçiyi götürəcəyik. Yəni 1 bölünsün 25.000. Düzgün cavab B bəndi olacaq. Yəni coğrafi dildə desək, yəni ən böyük miqyasımız burada 1 bölünsün 25.000-dir. Düzgün cavab B bəndi. Azərbaycan hansı yarımkürələrdə yerləşir? Sadə bir test tapşırıqdır. Azərbaycan şimal və şərq yarımkürələrində yerləşir. 74-də A olacaq. Daha sonra 75-ə baxın. 75 də sadə bir test tapşırıqdır. Məhəllədə miqyassız şərti işarələr təsvir olunan coğrafi obyektlərdən deyil. Baxın, tək ağac miqyassızdır. Sonra su quyusu miqyassızdır. Teleqüllə miqyassızdır. Amma cığır şose yolu bu xəttidir. Kolluq isə konturlu şərti işarələr daxildir. Düzgün cavabımız 2, 4, 6 Y bəndi. Daha sonra doğru fikri müəyyən edin. Azərbaycan hər nöqtəsindən qütb ulduzu, yəni Polaris 40 dərəcə bucaq altında görsənir. Xeyr, 40 dərəcə bucaq hər nöqtəsindən 40 dərəcə bucaq altında görsənir. Məsəl üçün Kəlbəcərdə bir ayrı bucaq altında görsənir. Daha sonra daha şimal ərazilərimizdə, məsəl üçün Qusar ərazisində bir fərqli bucaq altında görsənir. Ona görə A bəndi səhvdir. Daha sonra horizontal sıx keçici yerlərdə yamacın meyilliyi daha az olur. Xeyr, yanlışdır. Yamacın meyilliyi horizontal sıx keçici ərazilərdə yamacın meyilliyi çox olur. Ona görə B bəndi səhvdir. Relyeflərin hündürlüyünü göstərən horizontallar izopix adlanır. Bəli, bu doğrudur. Düzgün cavabımız C bəndi olacaq. Yerin şimal coğrafi qütbünü Fernando Magellan tərəfindən fəth olunmuşdur. Bu yanlışdır. Robert Piri tərəfindən fəth olunmuşdur. Ona görə D bəndi səhvdir. Kompas və qnomonla nisbi hündürlük təyin etmək mümkündür. Yanlışdır. Nisbi hündürlük niveləri vasitəsilə təyin olunur. Ona görə Y bəndi səhvdir. Düzgün cavabımız C bəndi. 5 dərəcə azimutla gedən səyyah ən qısa yolu hansı azimutla geri qayıtmalıdır? Biz burada 180 üzərinə 5 gələcəyi eləyəcək. 185. Düzgün cavab Y bəndi. Sadə bir test tapşırığı idi. Daha sonra 78-ə baxaq. Başdan şimal qütbünə qədər olan ən qısa məsafə, başdan ekvatora olan ən məsafədən neçə kilometr çoxdur? Gəlin baxaq. Bax, bu ekvator xəttimizdir. Bu Bakıdır, 40 dərəcə şimala indi. Bu da 90 dərəcə qütb əraziləri. Baxın, qütbdən qütbə qədər olan ərazi 90 çıxılsın 40, 50. 50 vuraq 111. Bizdə eləyəcək 5550. Daha sonra baxın, eyni qaydada 40-dan 0 çıxanda 40. Yəni burada yazaq 40 vurulsun 111 eləyəcək bizdə neçə 4440. Daha sonra 5500-dən 5550-dən çıxacam 4440-ı. Bu da bizdə eləyəcək cavab eləyəcək B bəndi 1110 eləyəcək cavab. 1110 cavab B bəndi. Daha sonra 79-a bax, L-Ervin diaqramına əsas uyğunluğu müəyyən edir. 80 dərəcə cənub enliyi və 80 dərəcə şərq uzunluğu verib. 1 dərəcə qövsün uzunluğu 111 kilometrdir. Bu 80 dərəcə enliklər, 1 dərəcə qövsün uzunluğu fərqli ola bilər. Ona görə A 1-ə getməyəcək, A 80 dərəcə şərq uzunluğuna gedəcək, 2-də A olacaq. Sonra Antarktida materiklə kəsişir. Bəli, həm enliklə, həm də uzunluqla Antarktida materikində kəsişirlər. Bəli, ona görə bu ortaq olacaq 3-ə B. Daha sonra cənub, şərq və qərb yarımkürələrində yerləşir. Bəli, cənub 80 dərəcə cənub enliyi həm şərq yarımkürəsi, həm qərb yarımkürəsi, həm də cənub yarımkürəsində yerləşir. Bu olacaq C bəndi. 1-ə D-C uyğun gələcək. Oldu bizdə 1-ə C, 2-yə A, 3-ə B. Düzgün cavabımız oldu bizdə nə? A bəndi. Daha sonra səyyah coğrafi koordinatları 10 dərəcə şimal və 20 dərəcə şərq uzunluğu olan A məntəqəsindən şimala 45 dərəcə yol gedərək B məntəqəsindən çatmışdır. Səyyah neçə kilometr yol getdiyini hesablayın. Baxın. Bu ekvator xəttimiz burada 10 dərəcə şimal enliyi. Burada 20 dərəcə şərq uzunluğu. Deyir ki, A məntəqəsindən şimal istiqamətində, baxın, A məntəqəsidir. Şimal istiqamətinə hərəkət edib. Baxın, şimal istiqamətinə gedib. Təxmin edir 45 dərəcə edib. Biz tapan zaman 45-i vuracaq
111'ə. Bu da eləyəcək bizdə 4995 B bəndi. Yəni sadəcə 45-i 111'ə vuran eləyəcək 4995 B bəndi. Sadə bir məsələ idi. Daha sonra 81'ə baxaq. Yenə bir sadə test tapşırıq. Yerüstü planlamada istifadə olunan alətlərdən deyil. Bax, kompasdan istifadə edirik. Kompasdan istifadə edirik, ruletkadan istifadə edirik, teoritdən istifadə edirik, bu sualdan istifadə edirik. Amma termometrdən istifadə etmirik. Ona görə düzgün cavab burada D bəndi olacaq. Termometr 1-2 temperaturu ölçən cihazdır. Burada 81'də D bəndi sadə bir test tapşırığı idi. Aşağıda şimal yarımkürəsində yerləşən paralel çevrələrin bir dərəcə qövslərin uzunluqları verilmişdir. Hansı paralel çevrəsi şimal qütbünə daha yaxın yerləşdiyini müəyyən edin. Biz bilirik ki, paralel çevrələrin uzunluqları ekvatordan uzaqlaşdıqca kiçilir. Biz də burada qütbə ən yaxın soruşduğu üçün biz ən kiçik rəqəmi burada götürəcəyik. Yəni burada ən kiçik rəqəmimiz 19,4 kilometrdir. Yəni A paraleli. Burada A bəndidir. Düzgün cavabımız A bəndi olacaq. 83'ə baxaq. Şərtli işarələr verilir və doğru sıralı müəyyən etmək istəyir. Baxın, birincidə bizdə şərtli işarədə tək kolluq verilib, amma su quyusu verilib. Bu nə olacaq? Yanlış olacaqdır. Əlbəttə ki, bir yanlışdır. 2-də metal körpü, şərtli işarəsi metal körpü, qarşısında da metal körpü yazıb coğrafi obyekt olaraq. Bəli, bu düzgündür. 2-ni düz götürürük. Daha sonra 3'ə baxırıq. Şərtli işarə üzümlüyü verib, amma qarşına bataqlıq yazıb səhv olacaq. 3-də səhvdir. Daha sonra 4'də meyvə bağı, həmçinin qarşıda da meyvə bağı yazıb. Düzgündür. 4 də düzgündür. 2, 4. Daha sonra fikir verirsiniz. Şərtli işarə seyrək meşədir. Qarşısında da seyrək meşə yazıb. Bəli, bu doğrudur. 5. Baxaq. 6'ya baxaq. Şose və elektrik xətti verilib. Yazıb qarşısına çəmənlik. 6 səhvdir. Düzgün cavab olacaq. 2, 4, 5. Daha sonra 84'ə baxaq. Bizdə deyir ki, 1 dərəcəlik qövsün uzunluğu, baxın, burada verir bizdə 1 bölünsün 50 milyon verib bizdə, 1 bölünsün 5 milyon verib. Və bizə deyir ki, xəritədə 2 dərəcə şimal eni və 3 dərəcə cənub eni arasındakı ən qısa məsafə neçə santimetr olduğunu hesablayın. 1 dərəcə qövsün uzunluğu 111,1 kilometrdir. Biz bilirik ki, fərqli yarımkürələrdə olanda rəqəmləri toplayırdıq. Yəni 2 sürənsün 3 edəcək 5. Yəni qısa yazıram. 5'i də vuruq 111'ə eləyəcək bizdə neçə? 5555. Daha sonra gəlin miqyasdan azad eləyək. Yəni ədədi miqyasda çevirək. 1 bölünsün 50 olacaq. Yəni 50 oldu. 5550'ni böləndə 55'i böləndə 50'yə bizdə eləyəcək 11 kilometr. 11 daha doğrusu 11 santimetr eləyəcək. Düzgün cavab 11 olacaq. Buranı təmizləyim. Düzgün cavab burada oldu 11. Daha sonra ədədin miqyası uyğun gələn izahatlı miqyasları müəyyən edin. Dedik ki, biz ədədin miqyasını azad edən zaman ya 100 minə bölürdük, ya da arxasına 5 sıfır silirdik. Arxasına 5 sıfır silmək daha əlverişlidir. Baxın, buraya görürük ki, 4 dənə sıfırımız var. Baxın, 4 dənə sıfırı sildik. Riyaziyyatdan bildik ki, yuvarlaq ədədlərdə sıfırların heç bir əhəmiyyəti yoxdur. Lakin rəqəm gəlir. Biz rəqəmdən 1 virgül atacağıq. Yəni olacaq, çevirdiyimiz zaman olacaq 3,5 kilometr. Yəni standart 1 bölünsün 100 min 1 kilometrə bərabərdir. Bu da olacaq 3,5 kilometr. Biri götürəcək, bir doğrudur. Daha sonra baxaq. Görürük ki, burada məsəl üçün 5 dənə sıfır silirik. 45. Lakin burada görürük ki, 1 bölünsün 1 santimetrə 45 kilometr verib. Lakin burada yazıb ki, 450 kilometr. 2 səhvdir. Sonra 3'ə baxaq. 3'də görürük ki, baxın burada 1, 2, 3, 4, 4. Silir 4. Sonra görürük ki, rəqəm yoxdur da. Ona görə qarşısına 1 sıfır artıraq və olur 1 santimetrdə 400 metr olmalıdır. Lakin bizdə 1 santimetrinə verib 400 kilometr verib. Ona görə 3 səhvdir. Sonra gəlin 4'ə baxaq. 4'də də yenə arxasına 5 sıfır silirik. 1 santimetrdə 830 kilometr olmalıdır. Bəli, elə də verib 830 kilometr 4 uyğundur. Hələ ki 1 4 uyğun gedir. Daha sonra 5'ə baxaq. Burada 4 dənə sıfır verib. Sıfırımız olmadığı üçün 6'nın qabağına 1 sıfır yazırıq və 1 santimetrdə 600 metr olur. 5 düzgündür.
oldu nə bizdə? 1, 4, 5. Daha sonra 6'ya baxaq. 1 bölünsün. Baxaq. Burada 0 silir, 4'dən 0 silir. Burada da sildik. 1 santimetre 2,5 kilometre olmalıdır. Lakin bizdə 1 santimetrdə 250 metr verib. Ona görə 6 yanlışdır. Düzgün cavabımız 1, 4, 5. Bizim doğru cavabımızdır. 86-cı test tapşırığına baxaq. Sıxımda kəsmə yüksəkliyi neçə metr olmalı ki, A nöqtəsi mütləq hündürlüyü 650 metr olsun? Baxaq. A nöqtəsi mütləq hündürlüyü 650 metr, kənar horizontal qiyməti isə 450 metrdir. 650 çıxılsın 450, bizdə eləyəcək 200. Horizontal hissəsinə 2 sayı baxaq. 1, 2, 3, 4, 4. 200'ü də 4'ə böləndə eləyəcək 50. Yəni kəsmə yüksəkliyimiz olacaq 50 metr. Yəni 86'da oldu bizdə 50 metr. Daha sonra 87'yə baxaq. Baxın görürsünüz ki bizdə baxın 400 metr, 404, birincidə 400 metr artır, yəni 400'dür. Sonra ikincidə baxın 2 kilometr artır, üçüncüdə isə 200 metr artır. Və bizdən uyğunluq istəyir. 1'ə gedəcək bizdə, 1'ə gedəcək 4, D variantı, 1'ə D. Sonra 2'ye gedəcək bizdə, baxın 2 kilometrdir. Baxın bizdə gedəcək Y. Daha sonra 3'ə görə hansıdır? 200 metr olmalıdır. 3'ə də gedəcək B. Oldu bizdə 1'ə D, 2'ə Y, 3'ə B. Gəlin bir də baxaq. 1'ə D 400 metr, bəli 1 santimetr 400. Daha sonra 2'ə baxaq. 2'də 1 santimetrdə 2 kilometr, bəli 2'ə Y, 3'ə də baxaq. 1 santimetrdə 200 metr. 200 metr. Bəli, burada gedəcək B bəndi. Bəli, 1'ə D, 2'ə Y, 3'ə B. 87-ci cavabı bu oldu. Şimdi situasiyalara baxaq. İndi baxaq görə başqa test tapşırıq qaldı mı? Xeyr, qalmadı. Situasiyalara baxaq. Bilirik ki, situasiyaları cavablar bir-biri əlaqəli olur. Ona görə də gəlin situasiyanı oxuyaq. Şimal yarımkürəsində yerləşən A paralelinin servəsinin uzunluğu 30.744 kilometrdir. Bu paralel meridianlardan birinin kəsmə nöqtəsində ölkəmizin paytaxtı yerləşir. Şərti oxuduq. Dedik ki, paralel servəsinin uzunluğu 30.744 kilometrdir. Bu paralel servəsində də paytaxtımız yerləşir. A paralel dərəcəli göstərin uzunluğunu hesablayın. Bu paralel hansının olduğunu yazın. Gəlin yazaq. Birincini yazaq. Birincidə biz bilirdik ki, birini tapmaq üçün, bir dərəcə göstərin uzunluğunu tapmaq üçün tam çevrəni bölürdük. Yəni 30.744'ü böləcəm 360'a, yəni tam çevrəyə böləcəm. O da bizdə verəcək 85,4 kilometr, 85,4. Daha sonra baxaq. Bu paralel meridianlardan birinin kəsmə nöqtəsidir, yox bu deyil. Bu paralelin hansı olduğunu yazın. İkincidə olacaq 40 dərəcə şimal enliyi olacaq. 40 dərəcə şimal enliyi. Daha sonra A paralel üzərində 35 və 40 dərəcə şərq uzunluğu arasında yerləşir. Və bunlar arasında ilk qısa məsafəni tapın. Baxın, fərqli yarımkürələrdə yerləşdikləri üçün bunları toplayacağım. 35 üstə gəlinsin 40, eləyəcək bizdə 75. Daha sonra vuracağım bunu 85,4'ə. Bir dəqiqə kalkulyator açım, bunları hesablayaq. 85 75 vurulsun 85 onda 4. 75 vurulsun 85 onda 4. Bu da bizdə eləyəcək 6405. Düzgün cavabımız burada olacaq 6405 kilometr. Daha sonra A paraleli boyunca qərbə doğru hərəkət edən səyyah qütb ulduzunun özünün hansı tərəfdə görə bu paralelin ekvatora qədər ən qısa məsafəsi nə qədər olar? Gəlin baxaq. 90'a baxaq. 90'da dedik ki 40 dərəcə şimalində yerləşir bu paralel. Baxın 40 dərəcə şimalində. Həmçinin ekvatorda hansı məsafədə yerləşir, nə qədər məsafə olduğunu soruşur. Gəlin baxaq. Yəni qütb ulduzunu baxaq görə
Hansısa görə qərbə doğru hərəkət edir. Baxın, bu səyyah qərbə doğru hərəkət edir. Qərbə doğru hərəkət edəndə qütb ulduzun özünə sağda görəcək. Birinci o gələcək sağ. İkinciyə baxın. İkincidə deyir ki, ekvatorla arasındakı ən qısa məsafə biz 40-ı vuracağıq 111-ə. Bu deyəcək bizdə 4440 kilometr. Birincinin cavabı oldu bizdə sağ, ikincinin cavabı da oldu 4440 kilometr. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.